yaxın İfadə xanımla tanış oldum. İfadə Cəfərovla tanış oldum. Sonra mənə pul lazım oldu. Elə oldu ki, mən bu yoldaşa dedim ki, hansı ki bu İfadə xanımın yanındakı yoldaşa dedim ki, mənə biraz əl tutun, 2000 manat. Mən o maşını lizinqdən çıxardım. Bu da dedi ki, məndə yoxdur, İfadə xanımda deyərəm, yəqin ki, onda olar. Nəysə, İfadə xanıma dedi, İfadə xanım ona vermədi. Sonra onlar bir yerdə oturdu, nə var onu danışım da mən. Onlar bir yerdə oturmuşlar, mənə zəng elədi. Elə mən də getdim onların yanına. Getdim, bunlar çörəksə demişlər. Nəsə mən də bunlarla bir çay içdim. Duranda orada söhbət elədik. Yəni, onun səhərisi dedi ki, mən verərəm sizə pul. Dedim, olsun, mən də işləyirəm, verərsən, mən də sənə qaytarıb verərəm. Yəni, mən bunu borc kimi başa düşdüm, birinci. Sonra səhərsi günü biz görüşdük, dedi ki, mən sənə pul verim, 2000 manat. 2000 manat dedim, ver. Nəsə, mənə 1500 manat verdi. 2000 dedi, yox, bu 500 manat faizidir, pulun sələmidir, bəri başdan götürürəm. Bu, bəri başdan götürür, ayın axırında da bir götürür. Mən ona ayda 1250 manat, 5000 manata, ayda 1250 manat faizini verirdim. Bu faizin vaxtına bir gün qalmış, 2 gün qalmış mənə həmişə zəng edir. Sahib danışdım özüylə. Deyir onda dedim birinci gün bəlkə verəsi oldu. 600 məndədir, birinci gün çıxartacaq nədir 600-ü. Dedi bugün axşam tərəfi saat 6-ya qədər versə oturduracam yerinə. Verməsə birinci günə qalsa 100 manat artıq verəcək. 100 manat da artıq verəcək. Yəni mən özü bu sələmə aid olan səsdir. Bu onun səsidir ki, yəni mənə dedi ki, 100 manat artıq verəsən. Mən 600 manat atmışdım. Dedim birinci günə kimi, yəni məni yola ver. Mən çünki bazar günlər işləmirik də, oradan pul götürmək üçün elə belə deyək də, aidiyyəti qurumla. Vilayət Eyvazov, bizim Daxili İşlər Nazirliyi, Baş prokurorluğa mən müraciət edirəm ki, məndən sonrakılar heç olmasa, yəni belə bir vəziyyətə düşməsinlər. Yəni, faktdır, bunlar şər böhtanla məşğuldular. Yəni ki, mən o 12.900'ı almışamsa, onu mən boynuma alasıyam. Yox, mənə sən 12.900 mən bütöv bir yerdə görməmişəmsə, yəni ki, gətirib demirsən ki, 12.900 sənə pul verim. Mənə sən 2000 birinci dəfə veribsən 500 manat üstündən götürürsən. İkinci dəfə yenə də 3000 veribsən 750 üstündən götürürsən.